Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcmain. Əmmə ba'd. Deməli, əziz qardaşlar, növbəti mövzular, oruc mövzusundan davam edirik. Və tibbi mövzulardandır. Buyurur ki, əgər bir şəxsin, deyək ki, yəni, sidik kanalına maye və ya yağ daxil edilməsi. Bəzən görürsünüz ki, insanlarda müxtəlif bu cür xəstəliklər əmələ gəlir və həkim müayinəsi zamanı belə hallara rast gəlinə bilir. Yəni, oruclu insanın, deməli, sidik kanalına maye və ya yağ daxil edilməsi cümhur alimlərə görə orucu pozmur. Cümhur alimlərə görə orucu pozmur. Bu, həm kişilərə aiddir, həm də qadınlara aid məsələdir. Ümumiyyətlə, alimlər buyurur ki, elm əhli buyurur ki, yəni o sidik yollarına salınan hər bir şey, yəni hər hansısa bir şey, istər o qidalandırıcı olsun, istər yox, yəni ümumiyyətlə oruca təsiri yoxdur. Niyə görə? Çünki bu kanalın, yolların, yəni həzm sistemi ilə bir əlaqəsi yoxdur. Yəni insanı qidalandırmadığına görə. Bəli. Və növbəti məsələ oruclu üçün haram olan şeylər və məkruh olan şeylər barəsində danışacağıq inşallah. Və buyurur ki, elm əhli madmada və istinşaq. Madmada və istinşaqda həddiyə aşmaq. Yəni, madmada və istinşaq bilirsiniz ki, dəstəmaz alarkən ağza və buruna suyun alınmasıdır. Və adi hallarda Peyğəmbər sallallahu aleyhi və səlləm madmada və istinşaq edərkən, yəni ağza buruna su alarkən, dərindən almağı, yəni nə edir? Tövsiyə etmişdir. Hansı ki, Tirmizinin və Nəsəinin və İbn Hibbənin rəvayət etdiyi hədisdə Asim bint Ləqit, deməli, o da atasından nəql edir ki, Qultu ya Rasulallah, əxbirni anil vudu, mənə, ey Allahın Rasulü, dəstəmaz haqqında xəbər ver. Qalə əsbiği əl-vudu'ə və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dəstəmazı kamil şəkildə al. Və bəliğ fil istinşaqi illə ən təkunə saimən və suyu istinşaq edərkən, yəni burnuna çəkərkən dərin çək, yalnız oruclu olduğun hal istisnadır. Yəni, bu da o deməkdir ki, qardaşlar, yəni oruclu olduğun hal istisnadır. Yəni, oruclu olduğun halda dəstəmaz alarkən burnuna suyu tam çəkmə. Çünki niyə görə? Burunundan boğaza gedən yol var. Yəni, o su burunundan boğazına, oradan da mədənə girib orucunu poza bilərsən. Və bunun məkruh olması da İbn Qudaymə rahimehullah özünün Muğni əsərində icma nəql etmişdir. Və oruclu olduğu halda məkruh olan şeylərdən, qardaşlar, biri də əl-visaldir. Əl-visal nə deməkdir? Əl-visal, alimlər deyir ki, yəni bir orucu digərinə birləşdirmək. Yəni 2 gün ard-arda oruclu olmaq. Yəni iftar və sahur etmədən oruç tutmaqdır. Və cümhur alimlər deyirlər ki, Əbu Hanifə və Malik və Əhməd və Şafi və əksər elm əhli deyir ki, əl-visal, yəni iftarsız və sahursuz orucu birləşdirmək məkruhdur. Hansı ki, Buxarinin rəvayət etdiyi hədisdə Əbu Said radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, Lə tuvasilu fəəyyukum izə əradə ən yuvasilu fəlyuvasil həttə səhərə. Qalu fəinnəkə təvasilu ya Rasulallah. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm deməli, neynəməyin? Orucu bir-birinin ardına birləşdirməyin. Əgər sizdən biriniz orucu birləşdirmək istəsə, yəni bunu sübhə qədər etsin, yəni sahura qədər etsin. Və dedilər ki, ey Allahın Rasulü, səni axı birləşdirən görmüşük, yəni sən bunu etmirsən. Buyurur ki, İnni ləstu kəhəyətikum. Mən sizin kimi deyiləm. İnni əbitu li mut'imun yut'imuni və səqin yusqini. Mən gecələdiyim zaman məni yedirdən və içirdən var. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə bəzən görür ki, nədir?
ona aid olan şeylər başqalarına aid olmur. Onun xüsusiyyətləri başqaları kimi deyil. Ona görə də Allah Rasuluna icazəli idi. Lakin ümmətinə isə orucu ard-arda tutmaq. Yəni kimsə desə ki, məsələn, mənim buna qadirəm, yəni bunu edə bilirəm. Məsələn, mən orucu birləşdirə bilirəm 2 gün ardıcıl. Yəni bunu etmək olmaz, məkruhdur. Allah Resulü sallallahu əleyhi və səlləm qadağan edib. Bəli. Növbəti məsələ ehtiyac olmadan yeməyin dadına baxmaq. Məsələn, səndən başqası bilir ki, o yeməyin dadı nə cürdür? Duzludur, duzsuzdur və yaxud da başqa əgər səbəblər varsa. Sənin üçün artıq ehtiyac yoxdursa bunu etməyə, sənin o yeməyin dadına baxmaq məkruhdur. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Və zəvqut ta'ami yukrahu li gayri hacetin." Buyurur ki, heç bir ehtiyac olmadan yeməyin dadına baxmaq məkruhdur. Lakin la yufattiruhu və emme lil haceti fehuve kel madmadati. Yəni bu məkruh olsa da Şeyxülislam İbn Teymiyyə rahimehullah demək istəyir ki, bu məkruh olsa da lakin orucu pozmaz. Ancaq ehtiyac halında edilən yeməyin yəni dadına baxmaq isə madmada kimidir. Yəni dəstəmaz alarkən ağza su alıb yaxalamaq kimidir. Yəni onu əgər çox gedərsə nə edirsən? Udmursan. Çox gedərsə udmamalısan. Və həmçinin ehtiyac olmadan yeməyin dadına baxmaq barədə alimlər ittifaq ediblər ki, nədir? Məkruhdur. Bəli. Və sonra növbəti məsələ orucluya mübah olan şeylər. Orucluya mübah olan məsələlərdən biri də qardaşlar, heyz və ya cənabət qüslunu gecikdirməyi icazəlidir, mübahdır. Məsələn, bir kimsə sizdən yəni cünublu halda olarsa və yaxud da heyz olarsa, o zaman qüsul almağı gecikdirməsi icazəlidir. Hansı ki, Buxar Müslimin rəvayət etdiyi hədisdə Ayşə anamızdan və Ummu Sələmədən gələn bir rəvayət var. Buyurur ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm kənə yudrikuhul fəcru və huvə cunubun min əhlihi thumma yəğtəsil və yəsum. Və buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm yəni cunub olduğu halda sübhə çatdı. Yəni fəcr vaxtına çatdı. Və o cunub haldaydı. Sonra deməli yuyundu, qüsl aldı və orucunu tutdu. Yəni bu o deməkdir ki, qardaşlar, sizlərdən biriniz məsələn o halda sabaha ayılsa, artıq nə sahur etməyib və cunublu halda olsa belə onun orucu keçərlidir. Onun orucu keçərlidir. Çünki cunub halının oruca heç bir təsiri yoxdur. Cunub halının oruca heç bir təsiri yoxdur. Və İbn Qudamə rahimehullah özünün Muğni əsərində buyurur ki, cunub olan sübh vaxtı açılana qədər quslu gecikdirə bilər, sonra qusl alar və orucunu tamamlayar. Və bu elm əhlinin ümumi rəyidir. Onlardan sahabələrdən Ali radiyallahu anhu, İbn Məsud, Zeyd, Əbu Dərdə, Əbu Zər, İbn Ömər, İbn Abbas, Aişə, Ummu Sələmə və Hicaz əhlindən Malik və Şafi'i və İraq əhlindən fuqahalardan Əbu Hanifə, Sufyan əs-Səvri və Şam əhlindən Əvza'i, Misir elm əhlindən Leys və hədis əhlindən İshaq ibn Rahawayh və Əbu Ubeyd, Allah hamısından razı olsun, bu görüşdədirlər. Yəni bu demək istəyir ki, alimlər bu məsələdə ittifaq ediblər. Və buna xilaf çıxan yeganə sahabə deməli Əbu Hüreyrə radiyallahu anhu idi. Yəni əvvəllər əks görüşdə idi Əbu Hüreyrə və hədislər gətirərək və Əbu Hüreyrə radiyallahu anhu o rəyindən dönür. Necə ki, Said ibn Musayyib bu barədə rəvayət edib ki, Əbu Hüreyrə əvvəl əks rəydə olsa da, görüşdə olsa da, sonra qayıtmışdır. Bəli. Və həmçinin elm əhli buyurur ki, qardaşlar, heyz də bu cürdür. Yəni qadınlar üçün heyz də bu cürdür. Yəni gecikdirə bilər. Yəni qüsl almağınız fəcrdən sonra da. Yəni bu cür olması, bu halda olması oruç tutmağına heç bir maneə törətmir.
Və bu alimlər bu barədə də ittifaq ediblər. Və İbn Qudamə rahimehullah Muğnidə buyurur ki, yəni cünub halına qiyas olunur. Yəni heyz halı cünub halına qiyas olunur. Eyni hökmdədir. Və orucluya mübah olan şeylərdən biri də su ilə sərinləmək və yaxud da deməli qüsul almaq. Qüsul almaq yəni burada çimmək nəzərdə tutulur. Məsələn, bir insan istidən sərinləmək üçün başına su tökə bilər və yaxud da girib yuyuna bilər. Və ittifaqla, alimlərin ittifaqı ilə icazəlidir. Və Əbu Davud və Əhməddən gələn rəvayətdə buyurur ki, sallallahu aleyhi və səlləm, "Laqad ra'aytu Rasulullahi sallallahu aleyhi və səlləm bil-arci deməli yasubbu ala ra'sihi al-ma'a və huwa sa'imun min al-'atashi aw min al-harri." Buyurur ki, mən Rasulullah sallallahu aleyhi və səlləm gördüm ki, yəni bir yerdə dayanmışdı. İstinin təsirindən və yaxud da susuzluqdan o öz başına su tökürdü. Və bu da o deməkdir ki, nədir? İcazəlidir. Bir insan istilənərsə, hərarət olarsa, başına su tökməyi, əl-üzünü yumağı, əlinə, üzünə su vurmağı və yaxud da ümumi şəkildə nə etmək? Deməli, yuyunmaq. Yay aylarına təsadüf edərsə, məsələn, hansısa bir göldə və ya dənizdə çimərkən, diqqət edilməsi lazım gələn bir məsələ var ki, suya baş vurmasın. Çünki suya sürətlə baş vuran zaman burundan su daxil ola bilər mədəyə. Və bundan qeyri isə, yəni yuyuna bilər. Heç bir problem yoxdur inşallah. Bəli, növbəti məsələ ətirlənmək. Və alimlərin ittifaqı ilə ətir vurmaq icazəlidir. Ətirdən istifadə etmək icazəlidir. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm əgər bu şey qadağan olsaydı, Allah Nəbisi sallallahu aleyhi və səlləm mütləq bu barədə bəyan edərdi. Mütləq bu barədə bəyan edərdi. Və heç bir dəlil olmadığına görə və qaytarılır əslə ki, yəni əşyada əsl olan mübahlıqdır və orucda da nədir? İcazəlidir. Ta ki, o nas gəlib bunu qadağan edənə qədər. Bəli. Və növbəti məsələ buxurdan istifadə etmək. Yəqin ki, buxur nədir bilirsiniz. O, yəni bizim zonada yox. Adətən o ərəb zonalarında istifadə olunur. Müəyyən kömür kimi bir şey olur və dəmir sınavlara bənzəyən kiçik dəmirlər olur və onun üzərinə qoyurlar yandırıb və oradan nə çıxır? Tüstü çıxır. Və o ətirdir. O cür istifadə edirlər. Və alimlər bu buxurdan istifadə etmək barəsində ixtilaf ediblər, qardaşlar. Yəni bu orucu pozurmu, pozmurmu ixtilaf ediblər. Və birinci qism alimlər deyirlər ki, içinə çəkmədən, yəni insanın burnundan içinə çəkmədən istifadə edə bilər. Necə ki, İbn Baz rahimehullah. Lakin buyurur ki, istinşaq etsən, yəni istinşaq nədir? Burnundan sürətlə beyninə çəksən və bu halda oruc pozulur. Və bunu Əbu Hanifə və Malik rahimehullah və həmçinin müasirlərdən İbn Hüseyn rahimehullah demişdir. Yəni dumanını içinə çəkmək nə edir? Dumanı içinə çəkmək orucu pozur. Və ikinci qism alimlər isə deyirlər ki, bunun oruca heç bir təsiri yoxdur. Hətta insan bunu beyninə çəksə belə, yəni içinə çəksə belə, burnundan sürətli şəkildə oruca heç bir təsiri yoxdur. Və bunu İmam Şafi və İbn Həzm və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşdərlər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, deməli, bəzən görürsünüz ki, deyirdi, deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı yaralı halda, oruclu halda döyüşə çıxardı cihada və yaralandığı halda onların yarasının yerlərinə nə vururdular? Bəzi dərmanlar vururdular. Onların yara yerlərinə bəzi dərmanlar vururdular. Və o dərmanlar qana soğurulurdu. Və onlar bu halda heç bir orucu pozmaqdan bəhs etməmişdilər. Və eləcə də nədir? Yəni buxuru insanın beyninə çəkməsi, içinə çəkməsi oruca heç bir təsiri yoxdur. Vallahu Teala aləm, yəni bu şeylə rastlaşsaz, inşallah ki, çəkinmək daha əfsəldir. Uzaq durmaq daha əfsəldir. Doğrusunu Allah bilir.
Bəli, növbəti məsələ misvakdan və diş macunundan istifadə etmək. Elm əhli buyurur ki, istər zavaldan əvvəl olsun, yəni günəş zöhrdən sonraya meyllənəndən, yəni zöhrdən sonra olsun, istər zöhrdən əvvəl olsun, misvakdan istifadə etmək mübahdır oruç tutan şəxs üçün. Sadəcə burada diqqət olması gerəkən bir məsələ var ki, qardaşlar, çalışın ki, o misvaklar mixəkli misvaklar olur, bəzən görürsən nanəli misvaklar olur. Bu şeylərdən çəkinmək lazımdır. Xüsusən Ramazanda bunlardan çəkinin. Amma yəni digər adi misvaklardan isə istifadə etmək mübahdır. Necə ki, Əbu Hanifə və Malik və Əhməd və İmam Nəvvi rahimehullah bu görüşü qeyd etmişlər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, zəvaldan sonra iki məşhur görüş var. Zəvaldan sonra, yəni zöhrdən sonra misvakdan istifadə etmək barədə iki məşhur görüş var. Bu da kimdən gəlir? İmam Əhməddən gəlir. Və iki fərqli görüşü də İmam Əhməd deməli nəql etmişdir. Bunlardan biri məkruh olmağı, digəri isə mübah olmağıdır. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünə davam edir ki, buna baxmayaraq, yəni bu məkruhluğa dəlalət edən heç bir nas yoxdur. Yəni, birinin misvakdan istifadə etməsi, deməli zöhrdən sonra məkruh olması, buna dair heç bir dəlil yoxdur. Və bəzi alimlər misvakı, Şeyxülislam İbn Teymiyyə rahimehullah sözünə davam edir ki, bəzi alimlər misvakı şəhid qanı ilə müqayisə edirlər. Bu isə zəifdir. Yəni şəhid qanı dedikdə burada nə nəzərdə tutulur? Biz bilirik ki, şəhidlər, İslam şəhidləri elə öldükləri hal üzərinə bastırılır. Onlar yuyulmur. Elə qanlı bastırılır. Və şəhid qanı müşk qoxacağı üçün qiyamət günü onların qanlarından müşk ətri gələcək. Və alimlər deyir ki, nədir? Onun qanlı o şəkildə bastırılır və əl vurulmur. Onların qanlarına müşk qoxusu gələcək. Və bəzi alimlər buna təşbih edirlər ki, bu məsələni, yəni ağızdan gələn, o zöhrdən sonra gələn o oruclunun ağız qoxusu da Allah qatında mis qoxusundan daha fəzilətli olduğu üçün, daha gözəl, sevimli olduğu üçün, yəni deyirlər ki, bu iyi aradan aparmamaq üçün zöhrdən sonra misvakdan istifadə etmə. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, zəif görüşdür və doğrusunu Allah bilir. Və deməli, hər bir halda günəş deməli zöhrdən əvvəl də və sonra da misvakdan istifadə etmək icazəlidir. Və həmçinin İbn Qayyim və Şəvkani rahimehullah və həmçinin Şeyx Albani rahimehullah qeyd etmişdir. Və diş macunu isə qardaşlar, diş macunu istifadə etmək oruclu üçün icazəlidir. Lakin alimlər şərt qoyublar ki, nədir? Boğaza getməsindən ehtiyat etmək lazımdır. Yəni az istifadə etmək lazımdır. Əvvəlkindən daha ehtiyatlı olması üçün az istifadə etmək lazımdır. Və İbn Baz və İbn Hüseymin, Allah onlara rəhmət etsin, qeyd etmişdilər. Lakin İbn Hüseymin rahimehullah buyurur ki, istifadə etməmək, gündüzləri bunu tərk etmək daha əfsəldir. Niyə görə? Çünki burada yəni ehtiyat baxımından. Ola bilsin ki, gedə bilər boğaza. Suyu və yaxud da macunun özü gedə bilər boğaza. Ona görə də deyirlər ki, nədir? İstifadə etməmək daha əfsəldir. Və icazəli görüşü, yəni nə qədər ki sən ehtiyatsızsan, ehtiyat götürürsənsə, boğazına getmirsə, nədir? İcazəlidir və bunu misvaka qiyas ediblər alimlər. Necə ki, misvakdan icazəlidir istifadə etmək, eləcə də diş macunlarından. Doğrusunu Allah bilir. Və həmçinin sürmə çəkmək, gözə bilirsiniz ki, sünnətdir. Allah Resulü sallallahu aleyhi ve sellemin və faydaları var. Gözə sürmə çəkmək də həmçinin icazəlidir, oruca heç bir təsiri yoxdur. Və inşallah bundan sonra sünnət orucları məsələsi gəlir. Sünnət orucları. Sünnət oruclarının qardaşlar fəziləti böyükdür. Necə ki, Buxari Müslimin rəvayət etdiyi hədisdə Səhil radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub.
İnne fil cenneti baben yuqalu lehu er-rayyan. Cənnətdə qapı var və ona Rayyan deyirlər. Rayyan qapısı. Yədxulu minhu s-saimun yevmel qiyamah. Və ona ancaq oruç tutanlar daxil olar qiyamət günü. La yədxulu minhu ahadun gayruhum. Onlardan başqa heç kəs o qapıdan daxil ola bilməz. Fə izə dəxalu uğliqa. Elə ki, oruç tutanlar o qapıdan daxil olacaqlar, daxil olub bitdikdən sonra o qapı bağlanacaq. Fələm yədxul minhu əhədun. Və onlardan sonra, bağlanandan sonra heç kəs oradan daxil ola bilməz. Və sonra Buxari Müslimin rəvayət etdiyi başqa bir hədisdə Əbu Said radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Mən samə yevmən fi səbililləh. Kim Allah yolunda, Allah üçün bir gün oruç tutarsa, ba'adallahu vechəhu anin-nari 70 xarifən. Allah Teala onun üzünü 70 illik, yəni bu qədər müddətdə oddan uzaq edər və yaxud da oddan qoruyar. Bəli. Bu nafilə oruclarının fəzilətidir, qardaşlar. Və nafilə oruclarının niyyətlə əlaqəsi barəsində, yəni bunu əvvəlki dərslərdə zikr etmişik. Və nafilə oruclarında demişik ki, niyyət həmçinin şərtdir. Niyyətsiz əməl yoxdur. İnnəməl əməl bin niyyət. Ancaq əməllər niyyətlərə görədir. Və sünnət orucunda da həmçinin niyyət şərtdir və alimlər bunun barədə icma ediblər, qardaşlar. Vaxtı isə, necə ki bunu izah etmişik, yəni sünnət oruclarında niyyəti həm yəni günortadan sonra da etmək olar, günortadan əvvəl də istənilən vaxt etmək olar. Şərt odur ki, barakallahu fikum, şərt odur ki, insan yeməkdən və içməkdən xali olmalıdır. Yəni boş olmalıdır. Mədə boş olmalı. Heç nə səhər yeməməlisən, içməməlisən, şərt budur. Əgər yeməmisənsə, içməmisənsə, günün istənilən vaxtı oruca niyyət edə bilərsən, fərz oruclarına xilaf olaraq, əks olaraq. Çünki fərz oruclarında, Ramazan orucunda gecədən niyyət etmək şərtdir. Bəli. Sünnət oruclarının növləri. Biz demişdik ki, sünnət orucları mutlaq və müqayyət olmaq üzrə iki növdür, qardaşlar. Mutlaq nafilələr, nafilə orucları, yəni heç bir səbəbə bağlı olmadan, məsələn, bugün istəyirəm, oruç tuturam, yəni nafilə ibadət kimi, nafilə namazı kimi, yəni bu mutlaq oruclardır. Necə ki, haram günlərdən başqa istənilən gün tutmaq olar. Və Buxari Müslimin rəvayət etdiyi hədisdə Əbu Said radiyallahu anh buyurur ki, mən samə yevmən, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, mən samə yevmən fi səbilillahi ba'adallahu vechəhu anin-nar 70 xarifən. Kim Allah üçün bir gün oruç tutarsa, Allah onun üzünü 70 illik oddan qoruyar. Və ikinci qism isə dedi ki, müqayyət nafilələrdir. Yəni bunlar qeydlə gəlib. Qeyd olunub, müəyyən səbəbi bağlı oruçlardır. Lakin fərz deyil, nafilə oruçlarıdır. Və bunlardan, qardaşlar, misal olaraq Şəvvalın 6 gün orucudur. Və Şəvvalın 6 gün orucunun deməli sünnət olması, nafilə ibadət olması əksər elm əhli tərəfindən təsdiqlənib. Və bəzi hənəfilər və şəfilər və Əhməd, Allah onlardan razı olsun. Lakin soruşası olsanız, desəniz ki, niyə görə əksər elm əhli? Çünki burada yəni sual ortaya çıxır ki, yəni əksər elm əhli deyəndə deməli bunların arasında bu şeyi görməyənlər də var. Yəni deməli Şəvvalın 6 gününü əks olaraq məkruh görənlər də var. Bəli, var. Necə ki, İmam Məlik rahiməhullah özünün Muvatta əsərində qeyd edib ki, Şəvvalın 6 gün oruc tutması məkruhdur. Və niyə görə bu sözü deyib? Yəni, cahillər, avam insanlar onu Ramazandan saymasın deyə. Yəni, bir növ bu sədd-ü zəraə. Necə ki, biz keçmişdik, bu münkərin qarşısını almaq üçün bu rəyi tərcih etmişdi. Və İmam Məlikə görə nədir? Şəvvalın 6 gün oruc tutması məkruhdur, qardaşlar.
Və həmçinin Əbu Hənifə və Əbu Yusuf Şəvvalın 6 gün orucunu məkruh görüb. Niyə görə? Çünki əhli kitaba bənzətmədir deyirlər. Əhli kitaba, yəni kitab əhlinə bənzətmədir. Hansı ki, onlar da deməli kitab əhlinə nəyə görə bənzədirlər? Yəni bənzətmə görürlər. Çünki kitab əhlinə Allah Taala fərz oruclar buyurmuşdu, əmr etmişdi. Onlar o oruclara heç bir dəlil nazil olmadığı halda əlavələr etmişdilər. Əlavələr etmişlər. Məsələn, onlara 30 gün oruc fariz olmuşdusa, onlar 45 günə çıxartmışdılar. Əlavə edərək özlərindən. Aydındır? Və bu da Əbu Hənifə və Əbu Yusuf deyirlər ki, bu sanki ona bənzəyir. Yəni 6 gündə əlavə elə 36 gün. Yəni biz niyə əlavə edək ki, bu, yəni halbuki bunun səbəbi nədir qardaşlar? Niyə görə bunlara bu hədislər çatmayıbmı? Məsələn, Allah Resulü sallallahu aleyhi və səlləmdən gələn bu şeyin Şəvvalın 6 gün orucuna dair, hansı ki, Müslimin rəvayətidir, Əbu Əyyubdan gəlir, buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm, Mən samə Ramazanə thumma ətbə'əhu min Şəvval kənə kəsiyamid dəhr. Allah Resulü buyurur ki, kim Ramazandan sonra ona tabi olan, yəni ardınca Şəvvaldan tutarsa, sanki o ili bütünlüklə oruç tutmuş kimidir. Yaxşı, bu hədislər onlara çatmayıbmı? Necə olub ki, Əbu Hənifə və İmam Məlik bu cür görüşdə olublar? Və dediyimiz kimi, bunun səbəbi qardaşlar, elm əhli deyir ki, bəzi alimlər deməli, bu münkərin qarşısını almaq üçün Sədd-ü Zərai babından məkruh görüblər. Necə ki, İmam Məliki misal çəkdiyimiz kimi və İmam Məlik rahimehullah həmçinin Mədinə əhlinin əməlini üstün tuturdu qardaşlar. Mədinə və özü Mədinədə yaşadığı üçün rahimehullah və Mədinə əhlinin əməlini üstün tutubdu rahimehullah. Və İmam Məlik deyirdi ki, bu Mədinə əgər bu sünnət olmuş olsaydı, Mədinə əhli bunu bilərdi. Və Mədinə əhlindən mən bilmirəm ki, bir nəfər desin ki, Şəvvaldan 6 gün oruç tutmaq lazımdır. Aydındır. Və bəziləri də, məsələn, Əbu Hənifə və Əbu Yusuf və bundan başqa məkruh görən alimlər isə, bəziləri hədisin ravilərindən biri olan Ömər bin Səid adlı bir şəxs var, Ömər bin Səid. Və ona görə bu hədisi zəifləşdiriblər. Yəni, zəif ehtimallı görüblər. Ona görə bu əməli tərk ediblər. Lakin sonradan alimlər hətta bu icma səviyyəsinə qədər gəlib çıxmışdır ki, başqa yollarla, yəni bu hədis elminə aiddir, başqa turuqlarla, yollarla nə olub? Bu hədis qüvvətlənibdir. Bu barədə gələn hədislər qüvvətlənibdir. Ona görə də səhihdir. Əksər elm əhli deyir ki, nədir? 6 gün Şəvvaldan oruç tutmaq sünnətdir. Və başqa hədisdə buyurur ki, İmam İbn Məcə və Əhmədin rəvayət etdiyi hədisdir. Thəvbən radiyallahu anhına gəlir ki, Mən samə Ramazana fəşəhrun bi'əşərəti əşhurin və siyamu sittəti əyyəmin ba'dəl fitr fədəlikə təmamu siyamu sənəh. Fikir verin. Deməli, buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem kim Ramazanı oruç tutarsa nəyə bənzəyir? 10 ayın orucuna bənzəyir. Bi'əşərəti əşhurin. 10 ayın orucu kimidir. Və bundan sonra 6 gündə, ondan sonra, yəni fitirdən sonra, bayramdan sonra və bundan sonra da 6 gün bunu tamamlayarsa, o ili tamamlamış olar. Və İslamda bilirsiniz ki, hər bir əməlin qarşılığı 10 qatı, 10 mislidir. Və 30 günün misli nədir? Deməli, 300. Və deməli, 6 gündə Şəvvaldan nə qədər eləyir? 60. Və üst-üstə gəldikdə 360. Yəni, bir ili İslam təqvimində günlər 360-dır, 365 deyil. O miladi təqvimdir. Deməli, bir ili tam, kamil oruç tutmuş kimi olursan. Necə ki, sallallahu aleyhi və səlləm, Allahümmə salli və səllim və barik alə nəbiyinə Muhammed sallallahu aleyhi və səlləm bunu iqrar etmişdir. Bəli.
Növbəti sünnət oruclarından Zilhiccənin 8 gün əvvəli, Zilhiccə ayının əvvəlindən 8 gün oruç tutmaq. Və alimlər, elm əhli ittifaqla deyiblər ki, bu oruc nədir? Sünnətdir. Və Abu Davud və Tirmizi və İbn Məcənin rəvayət etdiyi hədisdə İbn Abbasdan radiyallahu anhümdən gəlir ki, "Mə min əyyamil amalus salihu fiha ahabbu ilallahi min hadihil əyyam." Yəni əyyamul aşri qalu və sonra dedilər ki, deməli Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, bu günlə elə bir gün yoxdur ki, həmin günlərdə edilən salih əməl Allah qatında bu günlərdən, yəni Zilhiccənin 10 günündən daha sevimli olsun. Zilhiccənin 10 gündə edilən ibadət digər günlərdən salih əməllərdən daha əfzəldir. Və deməli soruşurlar ki, qalu deməli vələl cihadu fi səbilillah ya Rasulullah, Allah yolunda cihaddan da mı üstündür ya Rasulullah? Qalə vələl cihadu fi səbilillah illə raculun xaraca bi nəfsihi və malihi thumma lam yarci' min zəlikə bi şeyin. Buyurur ki, Nəbi sallallahu aleyhi və səlləm, bəli, Allah yolunda cihaddan da üstündür. Yəni bu Zilhiccənin ilk 10 günündə edilən ibadətlər Allah yolunda cihaddan da fəzilətlidir. Yalnız o kəsdən ki, başqa ki, o deməli öz nəfsi və malı ilə çıxır cihada, sonra nə malı qayıdır, nə də özü. Malı ilə və qanı ilə Allah yolunda cihad edib, itirib ikisini də. Ancaq bu şəxsdən başqa. Bu şəxs daha üstündür çünki. Bəli. Və bu da Zilhiccənin ilk 8 günün ibadətinə dəlalət edir ki, elm əhli buyurur ki, 8 gün əvvəli yəni insanın oruç tutması deməli fəzilətlidir. Və növbəti sünnət oruclarından Arafa gününün orucudur. Və Arafa gününün orucu yəni Zilhiccənin 9-cu günün orucudur. Və alimlərin, elm əhlinin ittifaqı ilə Zilhiccənin 9-cu günü nədir? Sünnətdir, oruç tutmaq. Müslimin rəvayət etdiyi hədisdə Qatadə buyurur ki, "Siyamu yevmi Arafata ahtasibu alallah an yukeffira as-sanatallati qablahu was-sanatallati ba'dahu." Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Arafa orucu mən elə hesab edirəm ki, bu Arafa orucu ki var, Allah Taala'nın qatında, yəni Allah Taala bu oruçla bir il əvvəlki və bir il sonraki günahlara kəffarət edər, yəni onları bağışlayar. Və buradakı günahlar deyəndə nə nəzərdə tutulur qardaşlar? Necə ki İmam Nəvavi rahimehullah Müslimin şərhində deyir ki, burada qəsd olunan günahlar kiçik günahlardır. Yəni böyük günahlar qəsd olunmur. Böyük günahlara xüsusi tövbə ehtiyacdır. Bəli. Bu da Arafa gününün orucu. Növbəti müstəhəb oruclardan, sünnət oruclardan Məhərrəm ayı oruç tutmaq. Məhərrəm ayında oruç tutmaq. Məhərrəm ayında oruç tutmaq elm əhli deyir ki, müstəhəbdir qardaşlar. Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anh buyurur ki, Allah nəbisi sallallahu aleyhi və səlləmdən belə eşitdim. Suilən nəbi sallallahu aleyhi və səlləm, Allah Rasulundan soruşuldu. Əyyus salati əfdalu ba'dəl məktubə və əyyus siyami əfdalu ba'də şəhr Ramazan. Yəni Allah qatında ən fəzilətli namaz fərzlərdən sonra hansıdır ey Allahın Resulü? Və Ramazandan sonra ən fəzilətli oruc hansıdır ey Allahın Resulü? Fəqal və dedi ki, Əfdalus salati ba'dəl məktubəti əs-salatu fi cəvfil leyli. Allah Resulü buyurdu ki, ən fəzilətli namaz gecə vaxtı qılınan namazdır. Və əfdalus siyami ba'də şəhr Ramazan siyamu şəhrilləhil muharram. Və Ramazan orucundan sonra ən fəzilətli oruc hansıdır?
Ramazandan sonra ən fəzilətli oruc Allahın Muharram ayında tutulan oruçdur. Muharram ayında tutulan oruçdur. Və Muharram ayında yəni istənilən qədər yəni oruç tutmaq olar, icazəlidir. Və növbəti müstəhəb olan, sünnət olan oruclardan qardaşlar Aşura orucudur. Aşura orucu. Və Aşura orucu barəsində Buxar Müslimin rəvayət etdiyi hədisdə İbn Abbas radiyallahu anhumdan gəlir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm qadiməl Mədinətə fəvəcədəl Yəhudə siyamən yevmə Aşura fəqalə ləhum Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü Mədinəyə gəldikdə gördü ki, Aşura günü Yahudilər oruç tutur. Və onlara dedi ki, sallallahu aleyhi və səlləm, Mə hədəl yevmulləzi təsumunehu. Bu nədir ki, siz bu gündə oruç tutursunuz? Səbəbi nədir? Fəqalu, dedilər ki, Hədə yevmun azimun əncilləhu fihi Musa və qavməhu və qarraqa Fir'aunə və qavməhu fəsaməhu Musa şükran. Musa şükran. Fənəhnu nəsumuhu. Və buyurur ki, Yahudilər deyirlər ki, bu deyir çox əzəmətli bir gündür. Hansı ki, Allah Teala bu gündə Musanı və onun qovmunu xilas eləyib. Fironu və onun qovmunu dənizdə batırıb. Fəsaməhu Musa şükran. Və Musa neyniyib? Şükür əlaməti olaraq o gün oruç tutub. Və biz də buna şükür olaraq oruç tuturuq. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Bunun müqabilində Allah Nəbisi sallallahu aleyhi və səlləm dedi ki, فَنَحْنُ أَحَقُّ وَأَوْلَى بِمُوسَى مِنْكُمْ. Biz sizdən Musaya daha layiq və daha yaxınıq, daha haqlıyıq. فَصَامَهُ Rasulullah sallallahu aleyhi və səlləm وَأَمَرَ بِصِيَامِهِ. Və Allah Resulü sallallahu aleyhi və səlləm o gündə oruç tutdu və bunu insanlara əmr etdi. Və bu da ona dəlalət edir ki, nədir qardaşlar? Arafa günü oruç tutmaq sünnətdir. Və sonra Müslimin rəvayət etdiyi hədisdə Əbu Qatadə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Siyamu yevmə aşura əhdəsibu aləllahi ən yukəffirəs sənətəlləti qabləh. Fikir verin bu fəzilətlərə. Dəhşətdir, subhanallah. Və buyurur ki, Aşura günü oruç tutmaq. Mən elə hesab edirəm ki, bu gündə oruç tutmaq, yəni Allah Teala bir il əvvəlki günahlara kəffarət edir və bir il əvvəlki günahları bağışlayır. Və dediyimiz kimi, İmam Nəvavinin zikr etdiyi kimi, buradakı günahlar hansı günahlardır? Yəni, kiçik günahlar nəzərdə tutulur. Bəli. Aşuradan əvvəl 9-cu günü oruç tutmaq. Biz bilirik ki, Aşura 10-cu gündür. Və bir gün ondan əvvəl oruç tutmaq da həmçinin müstəhəbdir, qardaşlar, sünnətdir. Yəni 2 gün, 9-10 bu günlərdə oruç tutmaq sünnətdir. Necə ki, Müslimin rəvayət etdiyi hədisdə İbn Abbas radiyallahu anhumədən gəlir ki, لَإِنْ بَقِيْتُ إِلَى قَابِلٍ لَأَصُومَنَّ التَّاسِعَةِ. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər gələn ilə qədər yaşasam, 9-cu gününü də oruç tutacağam. 9-cu gündə oruç tutacağam. Ona görə sünnətdir ki, 9 və 10-cu günləri birlikdə tutmaq. Vələ deyək ki, məsələn, hətta 9-cu günü tutmasınız belə, tək 10-cu günü icazəlidir tutmaq. Doğrusunu Allah bilir. Növbəti sünnət olan oruçlardan Şabanda oruç tutmaq. Şaban ayında oruç tutmaq. Və cümhur alimlərə görə Şaban ayında oruç tutmaq sünnətdir. Və necə ki, İmam Məlik və Şəfi'i və Əhməd və bunu deməli istinbat ediblər Buxar Müslimin rəvayət etdiyi Ayşə radiyallahu anhədən rəvayət etdiyi hədisə. Və buyurur ki, radiyallahu anhə, Mə rəəytu Rasuləllahi sallallahu aleyhi və səlləm əksərə siyamən minhu fi Şəban. Allah Resulü sallallahu aleyhi və səlləmin Şabandan, yəni Ramazan 30 gün oruçdur. Şabandan başqa aylarda görmədim çox oruç tutan. Yəni Şaban ən çox orucu Şabanda tuturdu.
və Şaban ayında da oruç tutmaq və bunu çoxaltmaq müstəhəbdir və sünnətdir. Və sonra bu oruçlardan davam edirik. Birinci və dördüncü günün oruçlarıdır. Necə ki, alimlər ittifaq ediblər bu barədə ki, birinci və dördüncü gün oruç tutmaq sünnətdir. Nəsai və Əbu Davudun rəvayət etdiyi hədisdə Usame bin Zeyd radiyallahu anh buyurur ki, İnnən nəbiyyə sallallahu aleyhi və səlləm Nəbiyyəllah kənə yasumu yevmil ithnin və yevmil xamis və suilə an zəlikə fəqal. Allah Resulü sallallahu aleyhi və səlləm birinci və dördüncü günləri oruç tutardı. Və bunu ondan soruşduqda buyurdu ki, İnnə ə'mələl ibadi tu'radu yevməl ithnin və yevməl xamis. Yəni, qulların, insanların əməlləri birinci və dördüncü günləri Allaha ərz olunur. Və bu günlərdə Allah Resulü sallallahu aleyhi və səlləm bunun daha da fəzilətini artırmaq üçün oruç tutardı. Və həmçinin bizlərə də bu sünnətdir. Bəli. Və sonra Əbu Qatədədən rəvayət olunan başqa bir hədisdə Müslimin rəvayəti hədisidir. Buyurur ki, Ənə Rasuləllahi sallallahu aleyhi və səlləm suilə an savmil isneyn fəqal fihi vulidtu və fihi enzilu və unzilu aleyyə. Soruşanda ki, ya Resulullah, niyə görə birinci gün oruç tutursan? Buyurur ki, o gündə doğulmuşam və o gündə mənə vəhiy gəlib. Yəni, sanki şükür əlaməti olaraq. Doğrusunu Allah bilir. Lakin ümmətinə də, yəni bizim üçün də birinci və dördüncü günləri oruç tutmaq sünnətdir. Bəli. Və sonra digər iki məsələ də var. Bunları qeyd edəcəm və arasındakı fərqi deyəcəm inşallah. Diqqətli olaq. Elm əhli buyurur ki, hər aydan 3 gün oruç tutmaq. Və elm əhli ittifaq ediblər ki, hər aydan 3 gün oruç tutmaq fəzilətlidir. Necə ki, Buxari və Müslimin rəvayət etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh buyurur ki, Əvsani xalili bi thələtin. Allah Resulü, yəni dostum, xalilim mənə 3 şeyi vəsiyyət etdi. Buyurur ki, Lə əda'hunnə həttə əmutu səvmi thələthəti əyyəm min kulli şəhr. Və deyir ki, mən bunu ölənə kimi tərk etməmişəm. Və onlar da nədir? Onlardan biri də səvmi thələthəti əyyəm min kulli şəhr. Hər aydan 3 gün oruç tutmaq. Və burada inşallah ki, digər hədisi də qeyd eləyək və sonra izah edəcəm inşallah. Və Müslimin başqa bir hədisində Muadə əl-Ədəviyyə Ayşədən soruşur ki, radiyallahu anhə, Rasulullah sallallahu aleyhi və səlləm hər aydan 3 gün oruç tutardı mı? Və Ayşə anamız deyir ki, bəli. Və soruşur ki, ayın hansı günlərində tutardı? Bax, elə məsələnin şəhid hissəsi buradır, qardaşlar. Diqqətli olaq. Hansı ayın, yəni hansı günlərində tutardı? O dedi ki, Ayşə radiyallahu anhə, buna əhəmiyyət verməzdi. Yəni, ya əvvəlində, ya ortasında, ya da axırında tutardı. Niyə görə dedim ki, buna diqqət edin? Çünki ağ günlərin orucu ilə qarışdırmayın bu məsələni. Ağ günlərin orucu hansıdır? Ayın 13-ü, 14-ü və 15-i tutulan oruçdur, deyilmi? Lakin bu hər aydan 3 gün oruç tutmaq bu başqa məsələdir. İstənilən ayın istənilən vaxtından, əvvəlində və yaxud da ortasında və yaxud da axırında fərq etmir. 3 gün niyyət edib oruç tuta bilərsiniz, sünnətdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edərdi. Və həmçinin Əbu Hüreyrə radiyallahu anhə da bunu tövsiyə edib. Bəli. Ağ günlərin orucu isə cümhur alimlər bu orucları, ağ gün oruclarını müstəhəb görüb. Necə ki, Əbu Hanifə və Şafiə və Əhməd rahiməhumullah. Yəni, ağ günlərin orucu dedikdə hər ayın ortası. 13-ü, 14-ü və 15-ci günləri. 15-ci günləri. Və Tirmizi və Əhməd və İbn Xuzeymə Əbu Zər radiyallahu anhudan rəvayət edirlər ki,
Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki: "Ya Ebu Der, İza sumta mineş-şehri 3 eyyamin fesum 13 ve 14 ve 15." Buyurdu ki, mənə dedi ki, ey Əbu Zər, əgər aydan 3 gün oruç tutmaq istəsən, 13-ü, 14-ü və 15-ci günləri oruç tut. Bəli. Yəni bunlar ikisi fərqli şeylərdirlər. Bir insan ağ günlərin orucunu da tuta bilər. Hansı ki bu zikr etdiyimiz hədisə istinbat edərək fəzilətlidir. Və həmçinin bundan əlavə ayın əvvəlində də istədiyi vaxtı aydan 3 gün oruç tuta bilər və digər qeyd etdiyimiz hədisə əsasən. Bəli. Və sonra növbəti nafilə oruçlarından Davud orucu. Və Davud orucunun əsas mahiyyəti nədir qardaşlar? Bir gün oruç tutub, bir gün iftar etmək. Necə ki, Buxar və Müslimin rəvayət etdiyi hədisdə Abdullah bin Amr buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu: "Əhabbus salati ilallahi salatu Davud aleyhisselam ve əhabbus siyami ilallahi siyamu Davud." Allah'a en sevimli olan namaz Davud'un namazıdır aleyhisselamın. Ve Allah'a en sevimli olan oruç Davud'un orucudur. وَكَانَ يَنَامُ نِصْفَ اللَّيْلِ وَيَقُومُ ثُلُثَهُ وَيَنَامُ سُدُسَهُ. Yani Davud aleyhisselam deməli gecənin yarısına qədər yatar və 1/3-ni ibadətdə keçirər və 1/6-ni isə yenə yatardı. Yəni təsəvvür edin ki, əgər gün yəni gecə 12 saatdırsa, yəni gecə dediyim deməli məğrib namazından sübh namazına qədər olan vaxt gecə sayılır. 12 saatdırsa, onun ilk 6 saatini yatar, 4 saatini ibadətdə keçirər və sübhə yaxın 2 saatında yatardı Davud aleyhisselam. Və ən fəzilətli namaz da Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu namazdır. Və orucların ən fəzilətlisi isə və yasumu yevmən və yuftir yevmən. Davudun orucudur və o bir gün oruç tutar, bir gün isə açardı. Yəni gün aşırı. Bir gün oruçsan, bir gün iftar edirsən. Bir gün oruçsan, bir gün iftar edirsən. Bəli. Və bunun müqabilində bir oruc var ki, alimlər bu orucu məkruh görüblər. Bu da nədir? Dəhr orucu deyirlər buna. Dəhr orucu, siyamud dəhr. Və bu da nə deməkdir? İnsanın bütün ili oruç tutmasıdır. Yəni onun heç bir nədir? İftar etdiyini görməzsən. Ancaq nədir? Bütün il ərzində bu adam oruçdur. Alimlər elm əhli buyurur ki, bu məkruhdur qardaşlar. Necə Əbu Hanifə və Malik və Şafi'i və Əhməd və İbn Teymiyyə və Şevkani və İbn Qayyim rahimehullah. Və Buxar Müslimin rəvayət etdiyi hədisdə Abdullah ibn Amr'dan gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem mənə dedi. Çünki Abdullah ibn Amr elə bir oruç tuturdu ki, siyamud dəhr. Yəni bütün ili oruçda keçməyi niyyət etmişdi. Ancaq burada yəni haram günlər istisnadır. Məsələn bayram günləri və s. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, sən bütün ili oruç tutursan və bütün gecələri namaz qılırsan. Və mən də dedim ki, bəli ey Allah Resulü. Və buyurdu ki, əgər belə etsən, gözlərin yorular və nəfsin zəifləyər. Dəhr orucu tutan əslində oruç tutmamışdır, buyurur Nəbi sallallahu aleyhi ve sellem. Və sonra deyir ki, hər aydan 3 gün oruç tutmaq bütün ili oruç tutmaq kimidir. Və mən dedim ki, yəni Abdullah bin Amr deyir ki, Allah Resuluna, mən dedim ki, mən bundan daha çoxuna güc yetirərəm. Yəni bacarıram ya Resulullah. Bundan daha artığını tutmağa. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, o zaman Davud orucu tut. Yəni Davud orucu dedi ki, nədir? Bir gün oruçsan, bir gün iftar edirsən. Bir gün oruç tutursan, bir gün yeyirsən. Bəli. Və sonra növbəti məsələ hacda olanlar üçün, hacılar üçün Arafa günü oruç tutmaq. Və cumhur alimlərin görüşünə görə qardaşlar, cumhur alimlərə görə, necə ki İmam Malik və Şafi'i və Əhməd, cumhur alimlər qeyd ediblər ki,
həcdə olanlar üçün Arafa günü oruç tutmaq məkruhdur. Necə ki, Buxari və Müslimin rəvayət etdiyi hədisdə Ummul Fadl bintül Haris buyurur ki, mən deyir, Allah Resulü sallallahu aleyhi və səlləm Arafatda olanda, yəni dəvəsinin belində idi və ona bir qədəh süd göndərdim içməsi üçün. Və Allah Resulü sallallahu aleyhi və səlləm də həmin süddən içdi. Yəni bu o deməkdir ki, Allah Resulü oruc deyildi. Və həmçinin Qadı İyad rahimehullah buyurur ki, hədis dəlalət edir ki, həcdə olanlar üçün həmin günü iftar etmək daha sünnətə uyğun və müstəhəbdir. Və həmçinin alimlərdən, elm əhlindən Buhuti rahimehullah buyurur ki, oruc o gündə həcdə olanları zəiflədir və dua etməkdə. Çünki sən Arafada olduğun müddətcə sən Allaha dua edirsən, ancaq dua edirsən. Və sənin oruç tutmağın sənin cismini zəiflədir. Sənin cismin olma bilsin ki, gücsüz düşərsən, ibadət eləyə bilməzsən. Çünki o gün səndən tələb olunan şiddətli şəkildə Allaha dua eləməkdir. Hə? Bu orucluq halı isə səndən götürülübdür. Yəni sünnət olan iftar etməyindir. Bəli. Və növbəti bugünlük sonuncu məsələ cümə günü tək oruç tutmaq. Yəni cümə gününü oruç tutmaq üçün xüsusiləşdirmək, qardaşlar. Elm əhli buyurur ki, cümə gününü xüsusiləşdirmək oruc günü üçün, yəni cümə günü tək başına oruç tutmaq məkruhdur. Və burada istisnadır Davud orucu tutan şəxs üçün. Ola bilsin ki, Davud orucu tutan, yəni gəlib o günlərdən biri cüməyə rast gəlsin. Və bu şəkildə adət eləyərsənsə olar. Lakin cümə günü tək oruç tutmaq məkruhdur. Necə ki, İmam Şafi və Əhməd və bəzi hənəflər və İbn Qayyim rahimehullah və Şevkani və Şinqiti rahimehullah bu məsələni zikr ediblər. Və dəlillər də çoxdur bu barədə. Necə ki, Buxari Müslimin rəvayət etdiyi hədisdə Muhammed bin Abbad buyurur ki, Səəltu Cabiran, Cabirdən soruşdum radiyallahu anhudan. Nəhən Nəbiyyə sallallahu aleyhi və səlləm an səvmi yevmil cüm'a. Allah Resulü sallallahu aleyhi ve sellem cümə günü oruç tutmağı qadağan edib. Fəqalə nəam. Buyurdu ki, bəli. Və başqa bir hədisdə, yenə Buxari Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurdu, La yasumenne ahadukum yevmel cum'ati illə yevmen qabləhu əv ba'dəh. Sizdən biriniz cümə günü tək oruç tutmasın. Cümə günü tək oruç tutmasın. Ancaq istisna nədir? İllə o şəxsdən başqa ki, əvvəlini və yaxud da ki, ondan sonranı ona birləşdirmək istisnadır. Məsələn, 4-cü və 5-ci günləri oruç tuta bilərsən. 5-ci və 6-cı günləri oruç tuta bilərsən. Amma xaslaşdırıb, yəni 5-ci günləri oruç tutma demək istəyir. Sallallahu aleyhi və səlləm. Başqa bir hədisdə, Buxarinin rəvayət etdiyi hədisdə Cüveyriyə bintil Haris buyurur ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləmə dəxalə aleyhə yevməl cüm'ati və hiyə saimə. Allah Resulü sallallahu aleyhi və səlləm yanına daxil oldu və o orucluydu. Fəqalə və dedi ki, Əsumti əmsin. Qalət ləh. Qalə turidinə ən təsumi qadən. Qalət ləh. Qalə fəəftiri. Allah Resulü sallallahu aleyhi ve sellem soruşur ki, dünən oruç tutmuşdun? Deyir ki, xeyr. Sabah oruç tutacaqsan? Deyir ki, xeyr. Və Allah Resulü buyurur ki, o zaman iftar et. Yəni orucunu aç. Və hədis dəlalət edir ki, cümə günü oruç tutmağa tək başına icazə vermədi. Sallallahu aleyhi və səlləm. Və başqa bir hədisdə Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu, La təxtəssu leylətəl cüm'ati bi qiyamin min beynəl ləyali və la təxtəssu yevməl cüm'ati bi siyamin min beynəl əyyam illə ən yəkuna fi savmin yasumuhu ahadukum. Buyurur ki, sallallahu aleyhi və səlləm, gecələr arasında cüməni tək təhəccüd namazı, gecə namazı üçün seçməyin. Yəni nə deməkdir?
sən təheccüd namazına qalxmaq istəyirsənsə, cümə günü fəzilətlidir deyib gecəsini qalxma. Bütün gecələrdə qalx. Xaslaşdırma yəni. Və günlər arasında cümə gününü oruç tutmaq üçün xaslaşdırma, yəni seçmə. Xüsusiləşdirmə cümə günü fəzilətli deyə oruç tutmağı. Və istisna gətirir ki, yalnız sizdən biriniz adətən tutduğu bir oruca təsadüf edərsə bu müstəsnadır. Yəni məsələn, Ramazan ayının orucları cümə gününə təsadüf edir, yəni istisnasız icazəlidir və yaxud da Davud orucu təsadüf eləyərsə və yaxud da Şəvvaldan 6 gün təsadüf eləyərsə və bu cür oruçlar əgər təsadüf eləyərsə heç bir problem yoxdur. Lakin xaslaşdırıb cümə günü tək oruç tutmaq icazəli deyil. Və doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.